Dostlarım salam. Salam. Necəsiz? Yaxşıyam. Atölyemizden el şişleri yapıyoruz. Evet. Ben de Evet. uygulamasına ve hazırlık amaçlı prova yapıyorum. Makrame düğüm tekniği. Tamam. Bir tanesi üzerinde düğüm. Şimdi videomuzu baştan başladıq. Yavaş-yavaş masanın əvvəlindən kim nə işi işləyir deyə çəkərək göstərəcəyik. Əntiqə, nə edirsən? Ben papak yapıyorum. Hala yapıp bitiremedim. Orada yapmaya devam ediyorum. İnşallah yapıb bitirərsən. İnşallah bitiririm. Gəldik Xatirənin əl işinə. Xatirə xovlu eləyir. Bəli. Üçüncü oğlumdur. Ay maşallah. Azərbaycan və Türk bayrağını eynirəm. Bu özəl hədiyyə olacaq deyəsən. Baş hərfləri görürəm. Hocamıza hediye yapacağım. Hocamıza buradan da salam deyək. Allah olsun. Şəfaqət də başı qarışır, papaq düzəldir. Mən də Azərbaycan milli papağı olan papaq istəyirəm. Milli bayramımız çatır, Novruz bayramı. Hədəfimdir Novruz bayramına kimi papağımızı bitirim. Allah. Hətta Şəfaqətin ikinci papağıdır. Birinci əl işi oradadır. Hazır vəziyyətdə. Bu da ikincisi olacaq. Lamiyə xanım, siz nə edirsiniz? Mən isə şarap toxuyuram. İnşallah tez bitirərəm. Fərqli bir- Marta qədər hocamıza hədiyyə. Ay, İnşallah. Fərqli naxışdan edir. Naxışını da çəkək yaxından görsünlər. Əllərinə sağlıq. Gəldik Ayşənin yanına. Ayşə bizim rəssamımızdır. Çox qəşəng əl iş çəkibdi. Ən çox kara kalem çalışması edir. Bu da fantaziyasıdır. Qeyri-adi. Sınav əl işlərini bir dəfə istifadə olmuş kağızlar üzərində edirik. İsraf olmasın deyə. Daha sonra isə əsas şəkli təmiz vərəqə köçürdürük. Sevgi ablamız, maharətli Sevgi ablamız artıq 4-cü ya da 5-ci bandanasını da örür. Əlləri çox gəltdir. Sevgi abla bir şey söyləmək istər misən? Teşekkür ederim. Ya, biz Bay teşekkür- bay. Əllərinə sağlıq. Gedək Ozan abinin yanına. Ozan abi nə edir? Ben de uygulama sınavına hazırlık maksatlı makrame düğüm tekniği çalışması yapıyorum. Prova amaçlı uygulama sınavına hazırlık konu bağlamında. Tamam. Öyle. Əllərinə sağlıq. Bu yaptığım düğüm tekniği örümcek ağı oluşturma düğüm tekniği. İnşallah sınavın da çox kolayca keçər. İnşallah. İyi nəticələr olur. Evet. Umutluyum zaten. O benim masam, oyuncaqlarım da oradadır. Nicar'ın da çok güzel el qabiliyyətləri var. Çox sağ ol Şəfa. Əlinə ürəyinə sağlıq. Təşəkkürlər. Evet öyle. Gələk digər papaq işləyən qızlarımızın yanına. Aytəkin xanım. Mən də Azərbaycan milli papağı araqçını işləyirəm. Dostlarım işlədiyi kimi. İnşallah məqsədimiz Şəfaqət də dediyi kimi Novruza qədər bitirməkdir. Rəngləri çox qəşəngdir. Ağ, qırmızı, qara. Şəbnəm və Nərmin də papaq işləyir. Göstərin məncə papaqlarınızı. Çox qəşəngdir. Al əlvan rəngarəng papaqlarımız olacaq Novruz bayramına. Ola bilsin bəziləri biraz geciksin. Heç də bir problemi yoxdur. Mən çalışanda bayrama qədər bitiririm. Niyyətim olur. Milli İnşallah. papaqlarımız ən çox rəqs, milli geyimlərdə istifadə olunur. Biz də çalışırıq ki, burada milli adət-ənənələrimizi burada göstərək. Bəli. Projemizin məqsədlərindən digəri odur ki, Azərbaycanın ənənələrini tanıdaq. Belə.
Videonun başladığım hissəyə gəldim. Gördüyünüz kimi dostlarım heç dayanmır. Hər kəs işini görür. İşləriniz avand olsun. İnşallah sağ salamat bitirərsiniz. Yeni dərslərdə görüşərik.